İstedadlı şair, tanınmış jurnalist, publisist İlhamə Məmmədqızının 55 illik yubileyi münasibəti ilə işıq üzü görən Xoşbəxtəm varlığımla, yaradıcılığımla adlı yeni kitab oxuculara təqdim olunub. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə vətənin bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi. Əməkdar artist Cəlal Məmmədov tədbiri açıq elan edərək iştirakçılara İlhamə Məmmədqızının media və ədəbi fəaliyyəti, yeni çapdan çıxan kitabı haqqında geniş məlumat verərək şeirlərindən səsləndirib. Təqdimat mərasimində çıxış edənlər yubileyarla bağlı xatirələrindən danışıb və ürək sözlərini söyləyiblər. Qeyd edildi ki, İlhamə Məmmədqızının indiyədək oxucuların rəğbətini qazanan xatırlaməni, dərdə açma qapını, möcüzə işığında, söz dünyam, ömrün naxışları, var olsun yaxşılar, yaxşılıqlar, bəs kimə deyim, zirvəyə doğru, hikmət dünyası kitablarında qələmə aldıqları mənalı ömrünün könül dünyası qəlbinin güzgüsüdür. Həyatının 55 il arxada qalan müəllifin Xoşbəxtəm varlığımla, yaradıcılığımla adlı yeni kitabının da izləyicilər tərəfindən maraqla qarşılanacağı bildirilir. Bugün mənim 55 illik yubileyimdir, həmçinin yaradıcılığımın 35 illik yubileyidir. Yeni kitabımın təqdimat günüdür. Gələn qonaqların hər birinə dərin təşəkkürümü bildirirəm. Tədbirin təşkilatı dəstəyinə görə şəhər rəhbərliyimizə, həmçinin Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinə, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şöbəsinə minnətdarlığımı bildirirəm. Mənim bu kitabım yaradıcılığımın hesabatıdır. İnanıram ki, oxucular tərəfindən rəğbətlə qarşılanacaq və bu xoş gün münasibəti ilə hər bir iştirakçımıza dərin təşəkkürümü bildirmək istəyirəm. Müğənnilərin musiqi nömrələri, rəqslər Sumqayıt şəhərində keçirilən möhtəşəm tədbirə xüsusi rövnək verərək iştirakçılara yadda qalan bir gün yaşadıb. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov bu gün informasiya proqramı üçün.